Həyatda elə anlar olur ki, hər şeyin ağır gəldiyini hiss edirsən. Dualarının cavabsız qaldığını, qəlbinin Allahdan uzaqlaşdığını, köksünün izah edə bilmədiyin səbəblərdən daraldığını hiss etdiyin an. Sükut içində oturub Allahın səndən üz çevirdiyini düşündüyün an. Lakin diqqətlə dinlə. Çünki bu an, məhz bu an sənin hekayənin sonu yox, sənin dönüşünün başlanğıcı ola bilər. Allah qullarını tərk etməz. Özünü itmiş hiss edə bilərsən, lakin unudulmamısan. Özünü qırıq tökü hiss edə bilərsən, lakin hələ də o səni buraxmayıb. Çünki qəlbini yaradan onun içindəki hər bir ağrını bilir. Gizlətməyə çalışdığın hər bir göz yaşını, oyaq qalıb düşündüyün, həddindən artıq xəyallara daldığın, canının yandığı hər gecəni, içində nələrsə parçalandığı halda, insanların qarşısında gülümsədiyin hər anı. O bunların hamısını bilir və sənə düşündüyündən daha yaxındır. Bəzən Allah bütün qapıların bağlandığı, insanların səni məyus etdiyi, planların boşa çıxdığı, işlərin ümid etdiyin kimi getmədiyin bir nöqtəyə çatmağına icazə verir. Səni məhv etmək üçün yox, səni geri qaytarmaq üçün. Sənə heç vaxt bağlanmayacaq tək bir qapının olduğunu göstərmək üçün. Onun qapısının, heç vaxt örtülməyən qapı, heç vaxt geri çevirməyən qapı. Nə qədər uzaqlaşmağından asılı olmayaraq səni qəbul edən qapı. Sən çox günah işlədiyini deyirsən. Bəs kim sənə deyib ki, günahların onun mərhəmətindən daha böyükdür? Həddini çox aşdığını deyirsən. Bəs Allah nə vaxt sənə olan rəhmətinə, sənin bağışlamağına limit qoyub? Düşün, ona asi olduğun hər dəfə o, yenə də qəlbinin döyünməsinə icazə verdi. Sənin növbəti gün yuxudan oyanmana izin verdi. Səni geri dönmək üçün yenə başqa bir şans verdi. Əgər səni tərk etmək istəsəydi, hazırda burada olmazdın. Hətta peşmançılığın belə Allahın səni geri istədiyinin əlamətidir. Günah işlətdikdən sonra hiss etdiyin o ağırlıq qəlbinin hələ də sağ olduğunun nişanəsidir. Çünki ölü bir qəlb günahkarlıq hiss etməz. Ölü bir qəlbin vecinə olmaz, amma sən bunu hiss edirsən və bu hiss bir cəza deyil, bu bir dəvətdir. Geri dönmək üçün bir dəvət. Müsəlmanlar ümidlərini itirəndə Allah mükəmməllik örnəkləri göndərmədi. O xatırlatmalar göndərdi. O bunun kimi anlar göndərdi. Bir şeyin qəlbinə başqa heç nəyin toxunmadığı bir şəkildə toxunduğu anlar. Durub düşündüyün, içində nələrinsə təsadüfən deyil, məhz Allahın bunu hazırda eşitməyini istədiyi üçün dəyişdiyini hiss etdiyin anlar. Ona görə də şeytanın sənə artıq çox gecdir deyə pıçıldamasına icazə vermə. Onun səni çox uzağa getdiyinə inandırmasına imkan vermə. Çünki onun istədiyi məhz budur. Sənin təslim olmağın, geri dönməkdən imtina etməyin, çıxış yolunun olmadığına inanmağın. Lakin Allaha gedən yol hər zaman açıqdır. Hər zaman. Neçə dəfə yıxılmağından asılı olmayaraq yenidən ayağa qalxırsan. Neçə dəfə büdrəməyindən asılı olmayaraq yenidən qayıdırsan. Çünki mömin heç vaxt günah işlətməyən kəs deyil. Mömin Allahın mərhəmətindən heç vaxt ümidini kəsməyən kəsdir. Və dinlə, Allah sənə qarşı sənin özünə olduğundan daha mülayimdir. Sən özünə qarşı sərt ola bilərsən, özünə daim səhvlərini xatırlada bilərsən, keçmişini təkrar zehnində canlandıra bilərsən. Amma Allah belə deyil. Sən səmimiyyətlə ona tərəf dönəndə o sadəcə bağışlamır, o sənin geri dönməyini sevir. Ona görə də indi qayıt, sabah yox, hazır hiss etdiyində yox, həyat asanlaşanda yox, indi qəlbində qalan hər nə varsa onunla, hətta imanın zəif olsa belə, hətta dua edərkən səsin titrəsə belə, hətta deyə bildiyin tək şey Allah mənə kömək et olsa belə. Bağışlanmağın üçün bu belə kifayətdir və bunu bil ki, sən Allaha tərəf bir addım atan kimi o sənə təsəvvür edə bilməyəcəyin bir mərhəmətlə gəlir. Keçmişini yuyub aparan mərhəmət, ağrını hüzurla əvəz edən mərhəmət, köksündəki boşluğu dolduran mərhəmət. Ona görə də möhkəm tutun, hətta tutuşun zəif olsa belə. Möhkəm tutun, hətta qəlbin yorğun olsa belə. Çünki bu hiss keçəcək. Bu qaranlıq əbədi sürməyəcək. Səni sınağa çəkən həm də səni sağaldacaq olanın özüdür. Addımların kiçik olsa belə, irəliləyişin yavaş olduğunu hiss etsən belə davam et. Çünki Allaha tərəf atdığın hər bir addım önəmlidir. Hər bir cəhd dəyərlidir. Hər bir göz yaşı sayılır. Və bir gün sandığından daha tez geri dönüb bu ana baxanda hər şeyin dəyişməyə başladığı anın məhz bu an olduğunu anlayacaqsan. Odur ki, ümidini qət itirmə. Nə indi, nə də heç vaxt. Çünki hazırda bunları eşitməyin təsadüf deyil. Bu videonu izləməyin də
Allahın səni geri çağırması ola bilər. Assalamu aleykum.